Növbəti sualımız belədir. M böyük bərabərdir 4 olarsa verilən ifadənin qiymətini tapmaq lazımdır. Gəlin biz belə edək. Həmin ifadəni bir x-a bərabər eləyək. Kök altında m çıx 2 kök altında 2 vurulsun kök altı m çıx 2. Üstə gəl kök altında m topla 2 kök altında 2 vurulsun kök altında m çıx 2. Bərabərdir x-a. Yəni bu ifadənin qiymətini axtarırıq. İfadəni x ilə işarə eləyək. Biz x axtaraq. İfadəyə diqqətlə baxsaq, kökün altındakı ifadəyə hardasa müxtəsər vurma düsturlarının kvadratlar fərqinə bənzəyən bir şey var orada. Yəni təsəvvür edin ki, bu bir A-dır, bu da bir B-dir. Baxın, kökün altında A minus B, A plus B. Deməli, nəsə etmək olar kvadratlar fərqi ilə. Nə edirəm? Mən ifadənin sağ və sol tərəfini kvadrata yüksəldirəm. Yəni, elə burada yazım, bir də köçürmürəm. Baxın, sağı və solu kvadrata yüksəldirəm. Solu yüksəldəndə nə alıram? Birincinin kvadratı, yəni kök altında m çıx 2 kök 2 vurulsun kök altında m minus 2'nin kvadratı. Üstə gəl, ikincinin kvadratı. Kök altında m topla 2 kök altında 2 vur kök altında m çıx 2'nin kvadratı topla. Hasillərinin 2 misli 2 kök altında 1 kökün altına yığıram. Çünki köklərin dərəcələri eynidir. Kökün altında m çıx 2 kök altında 2 vuraq. Kök altında m çıxılsın 2. M üstə gəlinsin. 2 kök altında 2 vurulsun. Kökün altında m çıxılsın 2. Bərabərdir. Sağda da x-in kvadratı. İndi baxın. Birincidə kvadratla kök getdi. Qaldı m çıx 2 kök altında 2 vurulsun. Kök altında m çıxılsın 2. Eyni qayda ilə ikincisində də kvadratla kök getsə m topla 2 kök altında 2 vurulsun. Kök altında m çıxılsın 2. Üstə gəl. Bu hissədə baxın 2 olduğu kimi qaldı. Kökün altında kvadratlar fərqi ilə yığılanda olacaq m'in kvadratı çıx 2 kök 2 vurulsun kök altında m minus 2'nin kvadratı. Bərabərdir x-in kvadratına. 2 kök altında 2 vurulsun kök altında m çıx 2 mənfi. Eyni ifadənin müsbəti. Bunlar islah olundu. M müsbət 2m topla 2 vurulsun kökün altında m kvadratı çıxılsın. Hasili necə kvadrata yüksəldirik? Hər bir vurğu ayrı-ayrılıqda. 2 kök altında 2'nin kvadratı olur 8. Vurulsun. Kök altında m minus 2'nin kvadratı olur. Kvadratla kök gedir. Qalır m çıxılsın 2. Bərabərdir x-in kvadratı. 2m topla 2 vurulsun kökün altında açsaq. M kvadratı çıxılsın 8m üstə gəlsin 16 bərabər x-in kvadratı. 2m topla 2 vurulsun kökün altında. Yığsaq bunu m çıx 4 mötərizə kvadratı bərabər x-in kvadratı. 2m üstə gəl 2 vurulsun kvadratla kök getsə modulda m çıxılsın 4 bərabər x kvadratı. İndi şərtə baxaq. Şərtdə bizə deyirdi m böyük bərabərdir 4-dən. Deməli modulun içi müsbət ədəddir. Onda olduğu kimi çıxacaq. 2m topla 2 vurulsun m çıxılsın 4 bərabər x-in kvadratı. 2m topla 2m çıx 8 bərabər x kvadratı. Buradan alırıq 4m çıx 8 bərabər x kvadratı. Deməli, x-in kvadratı bərabər oldu. 4m çıxılsın 8'ə. Amma indi qayıtsaq misalın əvvəlinə. Biz misalın özünü x ilə işarə eləmişdik və x-i axtarırdıq. Bizə x kvadratı lazım deyildi. Sonradan özümüz kvadrata yüksəltdik. Bizə lazım olan x-in özü idi. Deməli, biz x kvadratını tapmışıqsa, indi x-i tapmaq üçün mütləq onu kök altına salmalıyıq. X bərabərdir kökün altında 4m çıx 8. X bərabərdir kök altında 4'ü çıxartsaq m minus 2
X bərabərdir mənfi müsbət, əslində mənfi müsbət olmalıdır bunun hamısı. Mənfi müsbət 2 kök altında m çıxılsın 2. İndi baxırıq nəyə? X-la biz 2 kökün cəmini işarə eləmişdik. Axı 2 kök altı ifadənin köklərin də dərəcəsi cütdür. Cəmi mənfə də ola bilməz. Ona görə də cavabı müsbət olanını seçməliyik. 2 kök altında m çıxılsın 2. Doğru cavabımız bu şəkildə.